Bismillahirrahmanirrahim. Hazreti Resulullah qadirxunda buyurduğu hədislərdəndir ki, buyurubdur ki, Məşərun nas, İnnehu imamun minallah və lən yetuballahu alə əhədin ənkərə vilayətəhu və lən yəğfirallahu ləhu. Ki, ey insanlar, o Allah'tan olan bir imamdır. Yəni, Əli əleyhissalam üçün buyurub, Əli də Peyğəmbərin əlindədir, tutub əlindən deyir. Ey insanlar, həqiqətən Əli Allah'tan olan bir imamdır. Və Allah onun vilayətini inkar edən şəxsin heç vaxt tövbəsini qəbul eləməz və heç vaxt onu vələn yəğfirallahu ləhu əbədi onu bağışlamaz. Hətmən alallahın yəfələ zəlikə bimən xalifə əmrəhu. Hökmən o kəs ki, bu əmirdə Allah və Rəsulü ilə müxalifdir, yəni qəbul eləməyə Əlinin vilayətin, ən yuazzibahu azabən şədidən nukrən əbədəl abad dəhrəd duhur. Ki, Allaha hökmən vacib olar o şəxsə əzab eləsin, şiddətli və bilinməyən əzab növləri ilə əbədlər əbədisi və zamanlar zamanı. Allahu Ekber, Allahu Ekber.